Bu tip vacib və faydalı xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam, hörmətli izləyicilər. Son günlər pensiyaların artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə və müxtəlif informasiya mənbələrində paylaşılan məlumatlar pensiyaçıların diqqətini cəlb edir. Bir çox vətəndaş payız aylarında pensiyalarda artım olub-olmayacağı ilə maraqlanır. İqtisadçı Rəşad Həsənovun fikirlərinə əsasən hazırki mərhələdə pensiyaların artırılıb-artırılmayacağı barədə dəqiq proqnoz vermək olduqca çətindir. Bunun əsas səbəbi odur ki, hökumətin sosial siyasətini həyata keçirən qurumlar tərəfindən bu istiqamətdə hələlik konkret mesajlar verilməyib. Bu səbəbdən də yaxın aylarda hansı qərarın qəbul ediləcəyini dəqiq şəkildə söyləmək mümkün deyil. Bununla yanaşı, qanunvericilik pensiyaların artırılmasına imkan verir. Dövlət istənilən vaxt minimum pensiya məbləğinin artırılması və ya pensiyaçılara əlavə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı qərarlar qəbul edə bilər. Ötən illərin təcrübəsi də göstərir ki, sosial müdafiənin gücləndirilməsi məqsədilə müxtəlif dövrlərdə əlavə qərarlar qəbul olunub. Ekspert qeyd edir ki, keçmiş illərdə minimum pensiya həddinin artırılması ilə bağlı bir neçə dəfə qərar qəbul edilib. Həmçinin pensiya alan şəxslərə əlavə ödənişlərin verilməsi istiqamətində də təcrübə mövcuddur. Bu da onu göstərir ki, hökumət zəruri hesab etdiyi halda müxtəlif mexanizmlər vasitəsilə pensiyaçıların gəlirlərinin artırılmasına nail ola bilər. Mütəxəssisin fikrincə, pensiyaların artırılması üçün əsasən iki istiqamət mövcuddur. Birinci istiqamət minimum pensiya həddinin yüksəldilməsidir. İkinci istiqamət isə pensiya məbləğlərinə əlavə ödənişlərin tətbiq edilməsidir. Hər iki variant sosial müdafiənin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Hazırki iqtisadi vəziyyətə gəldikdə isə ekspert hesab edir ki, sosial dəstəyə ehtiyac kifayət qədər yüksəkdir. Çünki son dövrlərdə qiymət artımları və inflyasiya əhalinin alıcılıq qabiliyyətinə təsir göstərib. Xüsusilə də pensiya alan və digər həssas sosial qruplara daxil olan vətəndaşlar üçün gəlirlərin artırılması vacib məsələlərdən biri kimi qiymətləndirilir. İqtisadçının sözlərinə görə pensiyaların artırılması yalnız vətəndaşların sosial rifahına müsbət təsir göstərmir. Eyni zamanda insanların alıcılıq imkanlarının genişlənməsinə, daxili bazarda iqtisadi fəallığın yüksəlməsinə və ümumi iqtisadi inkişafın dəstəklənməsinə də töhfə verə bilər. Əhalinin gəlirlərinin artması istehlakın genişlənməsinə səbəb olur ki, bu da iqtisadiyyatın müxtəlif sahələrinə müsbət təsir göstərir. Hazırda pensiyaların artırılması ilə bağlı rəsmi qərar açıqlanmasa da, mövzu cəmiyyət tərəfindən diqqətlə izlənilir. Minlərlə pensiyaçı gələcək aylarda veriləcək qərarları gözləyir. Bununla belə, hər hansı dəyişiklik və ya yenilik yalnız rəsmi dövlət qurumları tərəfindən elan edildikdən sonra qüvvəyə minə bilər. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, bu mövzuda yalnız rəsmi məlumatlara etibar edirlər və təsdiqlənməmiş xəbərlərə əsaslanaraq nəticə çıxarmasınlar. Pensiyalarla bağlı yeni qərarlar və rəsmi açıqlamalar olduğu halda sizləri məlumatlandırmağa davam edəcəyik. Videomuzu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirik.